Salam əziz və dəyərli kanal izləyicilərim. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün biz sizinlə gündəlik həyatımızda tez-tez qarşılaşdığımız səhvlər haqqında danışacağıq. Birincisi, mənə köməklik et. Azərbaycan dilində köməklik etmək deyə bir ifadə yoxdur. Ümumiyyətcə, köməklik deyə bir ifadə yoxdur. Bunun düzgün variantı mənə kömək et formasında olmalıdır. İkinci ifadə, sənədləri imzalatdırmaq. Bir sözə iki dənə icbar növü şəkilçisini qoşmağa ehtiyac yoxdur. Bunun üçün də sənədləri imzalatmaq desək daha düzgün olacaqdır. Üçüncü, hər şeyə gözəl demək. Ümumiyyətcə, Azərbaycan ədəbi dilində, həmçinin də klassik ədəbiyyatımızda gözəl, göyçək, nəcib kimi ifadələr var. Gözəl ifadəsi əsasən cansız varlıqlara və yaxud da insandan başqa olan digər canlı varlıqlara işlədildikdə daha düzgün alınır. Məsələn, gözəl mənzərə, gözəl fikir. Göyçək ifadəsi isə əsasən insanla bağlı olan, insanın siması ilə bağlı olan ifadədir. Göyçək qız. Üçüncü isə nəcib sözüdür. Nəcib sözü isə daha çox xasiyyətlə bağlı olan ifadədir. Gözəl xasiyyət, nəcib xasiyyət kimi qarşımıza çıxacaq. Siz də bunun kimi faktlarla tanış olmaq istəyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.